Salam. Həyat sizi çətin bir sınaqla üz-üzə qoyanda heç özünüzə niyə məhz mən sualını vermisiniz? Yəqin ki, çoxumuz bu hissi yaşamışıq. Amma bugün sizə danışacağım hekayə ən ağla sığmaz sınaq qarşısında belə bu sualı verməkdən imtina edən bir adam haqqındadır. Onun hekayəsi, inanın, bizim həyata baxışımızı tamamilə dəyişə biləcək gücdədir. Deməli, hekayəmizin qəhrəmanı Artur Ashe'dir. Amma o sadəcə dahi bir idmançı değildi. O, həm də tennis tarixində yeni bir səhifə açan, bütün maneələri darmadağın edən bir çempionuydu. Düşünün, Wimbledon'u qazanan ilk qaradərli kişi olaraq o milyonlarla insan üçün bir ümid və ilham mənbəyinə çevrilmişdi. Ancaq talih ona çox amansız bir zərbə vurdu. Bir qan köçürülməsi əməliyyatı zamanı o giç virusuna yoluxdu və bu onun parlaq həyatını bir anda alt-üst etdi. Zirvədə olan bir çempion indi ölümcül bir xəstəliklə mübarizə aparmalıydı. Artıq xəstəliyinin son mərhələlərində olanda, pərəstişkarlarından biri ona çoxlarının ürəyindən keçən, amma dilinə gətirə bilmədiyi o çətin sualı verdi. Bütün bu insanlar içindən Tanrı belə dəhşətli bir xəstəlik üçün niyə məhz səni seçdi? Bu, hər kəsin cavabını səbirsizliklə gözlədiyi bir sual idi, elə deyilmi? Və Artur Ashe'in cavabı. Onun cavabı sadəcə bir neçə cümlə değildi. Bu, minnətdarlıq, təvazökarlıq və həyatı olduğu kimi qəbul etmək haqqında dərin bir dərs idi. Gəlin indi onun bu heyrətamiz cavabına birlikdə qulaq asaq. O, cavabına öz hekayəsi ilə başladı. Dedi ki, bilirsiniz, dünyada 50 milyon uşaq tennis oynamaq arzusuyla bu yola başlayır. Bu 50 milyondan, təsəvvür edin, yalnız 5 milyonu bu oyunu həqiqətən öyrənə bilir. Sonra rəqəmlər getdikcə azalır. Bu yolda 500 min nəfər peşəkar səviyyəyə çatır, onlardan isə cəmi 50 nəfəri Wimbledon kimi bir zirvəyə yüksələ bilir. Və o 50 nəfərlik elitanın içindən yalnız 4 nəfər yarımfinala çıxmağı bacarır. Bir anlıq düşünün, 50 milyonluq bir izdihamdan sıyrılıb son dörtlüyə qalmaq. Bu, sadəcə inanılmaz bir mübarizədir. Və nəhayət, o 4 nəfərdən cəmi ikisi finalda üz-üzə gəlir. Bütün dünyanın gözü onların üzərində olur. Və mən, Artur Ashe, həmin o 2 nəfərdən biri idim. Bax, onun cavabının ən möhtəşəm hissəsi də elə burada gəlir. O dedi, mən o çempionluq kubokunu əlimdə tutanda, bütün o milyonlarla insan arasından seçiləndə, heç vaxt Tanrıya dönüb, niyə mən sualını vermədim? Və fikrini bu sözlərlə tamamladı. Elə isə indi bu ağrı acılar içindəykən, Tanrıya necə üst tutub, niyə mən deyə bilərəm? Bu cavab uğuru da, sınağı da eyni təvazökarlıqla qəbul etməyin ən mükəmməl nümunəsidir. Artur Ashe'in bu cavabı sadəcə təsirli bir an deyil, əslində bütöv bir həyat fəlsəfəsini özündə birləşdirir. Biz bu fəlsəfəni şərti olaraq pozitiv enerji dövriyyəsi adlandıra bilərik. Yaxşı, bəs bu nə deməkdir? Gəlin bu prinsipə və həyatımıza necə təsir etdiyinə biraz daha yaxından baxaq. Pozitiv enerji dövriyyəsi əslində kainatın çox sadə bir qanununa bənzəyir. Nəyi əkirsənsə, onu da biçirsən. Yəni, verdiyin enerjini geri alırsan. Artur Ashe, uğurun zirvəsindəykən şükür və minnətdarlıq enerjisi yaydığı üçün ən böyük sınaq anında da üsyan və şikayət enerjisi yaymağı özünə rəva bilmədi. Bu fəlsəfənin əslində 3 əsas mesajı var. Birincisi, həyat bir axındır və enerji daim dövr edir. İkincisi, uğurlu anlarda minnətdar olan insan çətin anlarda da daha möhkəm dayanmağı bacarır. Və üçüncüsü, hər vəziyyətdə pozitiv yanaşmaq ətrafınıza da pozitiv enerji çəkir. Bu qədər sadə. Deməli, bütün məsələ baxış bucağını dəyişməkdədir. Qurban roluna girib niyə mən deyə üsyan etmək əvəzinə, gücü ələ alıb bu sınaq mənə nə öyrətməyə çalışır sualını vermək. Bax, bu kiçik, amma inanılmaz güclü dəyişiklik həyatınıza baxışınızı kökündən dəyişə bilər. Bu prinsip təkcə fərdi həyatımızda deyil, ətrafımızdakı mühitlərdə də möcüzələr yarada bilər. Məsələn, gəlin adi bir məktəb mühitini düşünək. Bu fəlsəfə orada nələri dəyişə bilər? Təsəvvür edin, müəllimlər, valideynlər və şagirdlər arasında qarşılıqlı hörmət, dəstək və anlayışdan ibarət bir pozitiv enerji dövr edir. Nəticədə nə baş verər? Bütün məktəbin ab-havası dəyişər. Bu, daha sağlam, daha güclü və daha işıqlı bir təhsil mühiti deməkdir. Yaxşı, gəlin yekunlaşdıraq. Bütün bu danışdıqlarımızdan sonra Artur Ashe'in bu təsirli hekayəsindən götürəcəyimiz ən vacib, ən son dərs nədir? Cavab çox sadə və çox dərindir.
Əgər həyatın sənə verdiyi gözəl anlarda, uğurlarda niyə mən deyə sorğulamamısansa, sınaqlar və çətinliklər gələndə də bu sualı vermə. Çünki həyat həm qələbələrdən, həm də sınaqlardan ibarətdir və hər ikisini ləyaqətlə qarşılamaq o pozitiv enerji dövriyyəsini davam etdirməyin əsl açarıdır.